Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının Instagram, TikTok və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat texniki tədbirlər keçirib. Araşdırmalar zamanı influencerlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Lux Casino Win səhifəsi. Lüks kazino isə artıq sənin üçün hər bir şeyi sadələşdirib. Səmanın qazanc yeri kazinoda. Yəni Nədir bu buta kazino? Bu linkə tıklayırsınız. Tuz kazino səhifəsinin altdan qeyd eləyəcəm. ən düşərli və uğurlu kazinolardan biri Buta Kazino sizə təqdim etmək istəyirəm. Bununla əlaqədar qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq baş idarəyə gətirilib. Həmin şəxslər barəsində qanuna uyğun tədbir görülüb. Qeyd edilən qanunsuz əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir. Özümün məxsus olan Instagram hesabında Anar Orucov şəxsi hesabında qanunsuz mərc saytlarının reklamını etmişəm. Instagram hesabından mənə gələn qanunsuz mərc saytlarının təklifini qəbul edərək reklam etmişəm. Bir daha sosial şəbəkə istifadəçilərinə bu platformalarda aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.